Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim olunub. Daha ətraflı birbaşa bağlantıda əməkdaşımız Südabə Cahangirli məlumatları çatdıracaq. Buyurun, efirdəsiz, təfərrüatlar sizdə. Hər vaxtınız xeyirli olsun. Milli Məclisin bugün keçirilən Penyalar iclasının gündəliyinə 8 məsələ salınmışdı. Birinci məsələ insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildəki fəaliyyətə dair illik hesabatı idi. Qeyd edək ki, hər il Milli Koordinator Milli Məclisdə ölkəmizdə insan alverinə qarşı mübarizə istiqamətində görülən işlərin hesabatını təqdim edir. Həmin hesabat əvvəlcə komitə iclaslarında müzakirə olunur, sonra isə Milli Məclisin Penyalar iclasına çıxarılır. Hesabatda qeyd olunur ki, ölkəmizdə insan alverinə qarşı mübarizə prioritet sahələrdəndir və bununla bağlı 2026-2030-cu illəri əhatə edən milli fəaliyyət planı da qəbul olunub. Və aparılan ardıcıl işlərin sayəsində ölkəmizdə bu istiqamətdə baş verən, törədilən cinayətlərin sayında azalma tendensiyası, xüsusilə də son 20 ildə azalma tendensiyası müşahidə olunur. Xüsusilə də 2025-ci ildə baş verən cinayət hadisələri 198 cinayət faktı baş verib ki, bu da 2024-cü illə müqayisədə azdır. Eyni çıxışlarda da qeyd olundu ki, bu istiqamətdə görülən xüsusilə də maarifləndirici tədbirlər, qabaqlayıcı tədbirlər özünün səmərəsini verir. Millət vəkilləri müzakirələr zamanı bir sıra təkliflər də səsləndirdilər və onu da qeyd edək ki, ümumiyyətlə insan alveri qurbanları sırasında qadınlar yenə də çoxlu təşkil edir. Ötən ildə 1487 qurbanın 1400-ü qadın olub. İclasda həmçinin Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi müzakirə olundu. Bu, yəqin ki, xüsusilə də Quba sakinlərinin diqqətində olan məsələdir. Mən istəyirəm həmin yaşayış məntəqələrinin adlarını da qeyd edim. Qubanın Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adları dəyişdirilərək Elbir, Çınarlı və Bəhrəli adlandırılacaq. Və iclasda qeyd olundu ki, ümumiyyətlə bu cür yad mənşəli adların dəyişdirilməsi və onların Azərbaycanın tarixi, görkəmli şəxsiyyətləri, milli dəyərləri ilə xüsusilə də əvvəlki adlarına qaytarılması vacib sayıldı. Və qeyd olundu ki, bu xüsusilə də Qubanın yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Quba sakinlərinin özünün istəyi ilə bağlı olub. İclasın gündəliyində həmçinin yaşıllıqların mühafizəsi haqqında və digər bir neçə qanuna təklif olunan əlavə dəyişikliklər də vardı. Onlar da Milli Məclisdə müzakirə olundu və səsvermə ilə qəbul olundu. Bizim bu saata çatdıracaqlarımız bu qədər və biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük. Təşəkkür edirik sizə Milli Məclisdən çatdırdığınız ətraflı məlumatlara görə.